Hər vaxtınız xeyir olsun, dəyərli tamaşaçılar. Hədəf proqramında bugün səhiyyə sahəsində aparılan islahatlardan danışacağıq. Rəqəmsallaşma səhiyyə sektorunda necə tətbiq olunur? İşğaldan azad olunmuş ərazilərin səhiyyəyə inteqrasiyası necə təmin olunur? Və ölkəmizdə orqan donorluğu və transplantasiya sahəsində hansı addımlar atılır? Həmçinin tibb müəssisələrinin akreditasiyası və tibb mütəxəssislərinin sertifikasiyası ilə bağlı proses hansı mərhələdədir? Bir sözlə suallar çoxdur. Sualların cavabını hədəfdə birgə tapmağa çalışacağıq. Odur ki, diqqətiniz bizdə olsun. Dəyərli tamaşaçılar, Azərbaycan televiziyası Hədəf proqramını və Trend Beynəlxalq İnformasiya Agentliyinin suallarını Azərbaycan Respublikasının Səhiyyə Naziri Teymur Musayev cavablandıracaq. Teymur müəllim, xoş gördük. Xoş gününüz olsun. Vaxt ayırdığınız üçün təşəkkür edirik sizə. Sağ olun. Çox sağ olun bizi dəvət etdiyiniz üçün, qəbul etdiyiniz üçün. Tibb xidmətlərinin keyfiyyəti və bu məsələdən birbaşa yerə gələn məsələ tibb müəssisələrinin akreditasiyası prosesidir. Proses necə gedir və hansı rəqəmlərdən, hansı nəticələrdən və hansı məqsədlərdən danışa bilərik? Bu proses tibb xidmətlərindən yararlanan əhaliyə necə təsir göstərəcək və bu xidmətlərin keyfiyyəti artacaqmı və artacaqsa təbii ki, necə? Çox sağ olun sualınıza görə. Cənab Prezidentin 15 may 2024-cü il tarixli fərmanı ilə Səhiyyə Nazirliyinin tabeliyində tibb müəssisələrinin akreditasiyası və keyfiyyətə nəzarət bir mərkəzi yaradıldı. Mərkəzin əsas məqsədi əhaliyə göstərilən tibb xidmətlərinin keyfiyyətinin qorunması, təmin edilməsi, təhlükəsizliyinin təmin edilməsi və həmin müəssisələrin mütəmadi olaraq, davamlı olaraq hətta deyərdim, göstərilən tibb xidmətinin keyfiyyətinin artırılması və saxlanılması istiqaməti idi. Təbii ki, göstərilən tibbi xidmət bir neçə komponentdən ibarətdir. İlk öncə fikrimizə gələn həmin tibb müəssisəsinin quruluşudur, orada istifadə olunan standartlardır, həmin standartlarına riayət olub-olunmamasıdır. Orada baş verən tibbi proseslərin axınına nəzarətdir, onların keyfiyyətinə nəzarətdir, istifadə olunan dərman vasitələrinin keyfiyyətinə nəzarətdir və düzgün istifadəsinə nəzarətdir. Tətbiq olunan cərrahi əməliyyatlarda istənilən tibbi prosedurların və müalicə üsulların standartlara uyğun olub-olmamasına nəzarətdir. Orada işləyən tibbi personalın bilik, bacarıq və metodlara düzgün riayət edilməməsidir və bunların hamısı kompleksdə müasir tibbi standartlara uyğun olub-olmamasıdır. Dünyada müxtəlif yanaşmalar var bununla bağlı. Elə ölkələr var ki, heç öz tibb müəssisələrinin akreditasiyası və keyfiyyətə nəzarət institusional qurumları yoxdur. Onlar bunu sadəcə müxtəlif özəl şirkətlər üzərindən qururlar. Digər yanaşma məhz bizim ölkədəki qəbul olunmuş yanaşmadır və bu dövlətçilik baxımından əhalinin qeyri-standart, yəni heç bir müasir standartlara uyğun olmayan tibbi prosedurlardan qorunmaq məqsədi ilə ən ciddi yanaşmadır. Hal-hazırda yaradılmış qurum əsaslı şəkildə bu proseslərin təminat edici modullarını, deyək belə, alt sistemlərini hazırlayır. Bura təbii ki, müalicə üsulların və metodların, xəstəliklər üzrə protokolların hazırlanmasıdır. Digər tərəfdən tibb mütəxəssislərin bilikləri və vərdişləri qiymətləndirmə prosesinin standartlaşmasıdır. Xəstəxana daxili gedən proseslərin standart üzərindən qurulmasıdır və keyfiyyətə nəzarətdir. İlkin baxışda bu yalnız yoxlama və hansısa inzibati tədbirlərin görülməsi kimi görünür. Xeyr, bu elə deyil. Bu yeni tibbi xidmət mədəniyyətinin bərqərar olması üçün olunur. Yəni, bu yalnız dəstək məqsədidir. Dəstəyin də əsas, yəni hədəfi pasient təhlükəsizliyidir. Pasient təhlükəsizliyi deyəndə sonda hər bir vətəndaşın təhlükəsizliyidir və bu o qədər multidisiplinar və multiinstitusional yanaşmadır ki,
Bu tək bu mərkəzin işi deyil. Səhiyyə Nazirliyinin digər də qurumları var. Bunlar hamısı bir nöqtəyə yığışaraq məhz Azərbaycan vətəndaşının tibb müəssisəsində aldığı tibbi xidmətin ona təhlükəsiz və keyfiyyətli olduğunu təmin etmək üçün olunur. Bu nöqteyi nəzərdən bu istiqamətdə hər hansı bir koordinasiya prosesləri artıq varmı? Təbii, hamısı olunur. Bu proseslər standart proses idarə etmə sistemindən baxılır və bu proseslər də rəqəmsallaşır. Yəni biz birazdan bütün proseslərin rəqəmsallaşdırılaraq vahid rəqəmsal səhiyyə ekosisteminə daxil olunmasını hazırlayırıq və təbii ki, Azərbaycan vətəndaşı istənilən lisenziya qazanmış, akkreditasiyadan keçmiş tibb müəssisəsinin qapısını açanda tam əminliklə öz sağlamlığını oradakı həkimlərə və tibb işçilərinə etibar edə biləcəkdir. Teymur müəllim, siz tibb müəssisələrinin akkreditasiyasından danışdınız. Elə cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biri də tibb mütəxəssislərinin sertifikasiyasıdır. Eynən yanaşmalar fərqlidir. Bəzi maksimalistlər hətta bunu cəza kimi də qiymətləndirməyə çalışır. Güya yoxlamadır, biraz loru dildə desək, sıxışdırmadır həkimləri. Ümumiyyətlə, sertifikasiya ilə bağlı vəziyyət necədir, hansı addımlar atılır? Tamamilə düz qeyd elədiniz. Bu mövzu uzun müddət tibbi icmanın bir müzakirə mövzusuna çevrilmişdi. Səhiyyə Nazirliyinin mövqeyi daim bir olub. Yəni, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən tibb işçisini əsas layiqli, davamlı tibbi təhsillə təmin etmək, davamlı peşəkar inkişaf imkanları yaratmaq və nəticə etibarilə insanlarımıza, vətəndaşlarımıza göstərilən tibbi xidmətin zaminli şəkildə yüksək keyfiyyətdə göstərilməsini təmin etməkdir. Sertifikasiya imtahanı özü-özündə heç bir cəza və ya hansısa bir baskı və sıxıcı bir məqam deyil. Təbii ki, elə insanlar var ki, imtahana girməkdən çəkinirlər, psixoloji problemlər var, onu da anlayırıq. Sertifikasiya imtahanından keçid faizi tibb işçilərinin arasında, hətta ən belə qızğın müzakirə gedən vaxtda 97% idi. Yəni, səsi küyü mahiyyətindən çox idi. Amma hər 5 ildən bir təbii imtahan keçirməklə, hər bir insanın imtahana çəkməklə onun bilik və bacarıqlarını qiymətləndirmək mümkündür, amma artırmaq mümkün deyil. Və Səhiyyə Nazirliyi Mərkəzi İcra Hakimiyyəti orqanı olaraq və Azərbaycan Respublikasının vətəndaşlarının sağlamlığının qorunması istiqamətində lazımi tədbirlərin görülməsini nəzərdə saxlayaraq yeni bir təşəbbüslə çıxış etdi və bu yaxınlarda bilirsiniz ki, Azərbaycan Respublikasının vətəndaşlarının sağlamlığının qorunması haqqında qanuna düzəlişlər olundu. Düzəliş əsasında artıq 5 ildən bir imtahanla yanaşı, yəni hər bir həkimin ya tibb işçisinin seçimidir. Sadəcə 5 il ərzində davamlı peşəkar inkişaf proqramı üzrə toplam 250 kredit balına aşağı olmayaraq toplayaraq həmin sertifikatı əldə edə bilərlər. Səhiyyə Nazirliyi tərəfindən mütəmadi olaraq sual bazası yenilənir. Yəni, burada daha müasir yanaşmalar, müasir müalicə metodlara dair məlumatlar daxil olunur. Bu yaxınlarda burada da bir rəqəmsal yenilik olacaq. Davamlı olaraq hər il 50 bal tutan ortalama kredit balı toplamaq imkanı olmayan, vaxtı olmayan, çox belə sıx-sıx çalışan, intensiv çalışan mütəxəssislər üçün, kim ki imtahan vermək istəyindədir yalnız, onlar üçün bir tətbiq təqdim olunacaq. Tətbiqdə bütün sual bazası öz əksini tapacaq. Burada bir gizlədiləsi bir şey yoxdur. Hazırlaşmaq üçün. Biliyi gizlətmək düzgün deyil, əksinə onu təbliğ eləmək, yaymaq lazımdır. Həmən sual toplusu suala düzgün cavabı da göstəriləcək və onun akademik açıqlaması təqdim olunacaq ki, yəni insanlar sadəcə niyə məhz bu suala bu cavab düzgündür,
onu elə ədəbiyyatı sadalamadan, axtarmadan orada tam akademik açıqlamasını görəcəklər. Bu nə qədər müddətdə nəzərdə tutulub? Yaxından iş gedir. Əsas sadəcə məlumat üçün deyərəm. Biz 65 ixtisas üzrə sual toplusunu əldə etmişik. Bu məşhur olan Amerikada Board Exam adlanan imtahan sistemidir. Orada 65 ixtisas üzrə sualları biz rəsmi almışıq. Azərbaycan dilinə tərcümə olunub və həmin suallar üzərindən də imtahan bloku formalaşdırılır. Təbii ki, bizim kurikuluma da uyğun ora suallar salınıb. Yəni, heç bir çətinlik yoxdur. Əksinə, yalnız dəstək edici bir təminatdır. Yenə deyirəm, imtahan öz yerində, amma çox istərdik ki, bizim mütəxəssislərimiz davamlı peşəkar inkişaf proqramlarına qatılsınlar aktiv şəkildə və orada o kredit ballarını toplayaraq yeni biliklərə, yeni yanaşmalara yaxın olsunlar. İstərdim səhiyyə sahəsində rəqəmsallaşmadan danışaq, çünki rəqəmsallaşma bugün bütün sahələrdə prioritetdir, trenddir və bu rəqəmsallaşmanın təbii ki, həm də cəmiyyətə töhfəsindən söhbət gedir. Sırf səhiyyə sistemində rəqəmsallaşma ilə bağlı hansı tədbirlər görülür və xüsusilə ötən ay Gülüstan Sarayında təqdimatı keçirilmiş tibbi rəqəmsal əkiz sisteminin mən istərdim ölkə səhiyyəsinin gələcəyinə töhfələri nədən ibarət olacaq? Biz bunu səhiyyə sektorunda yeni mərhələ hesab edə bilərikmi? Tamamilə düz buyurdunuz. Səhiyyə Nazirliyi davamlı olaraq Azərbaycan Respublikasında səhiyyə sisteminin rəqəmsallaşmasını həyata keçirir və bunun məntiqi nəticəsi olaraq məsələn keçən ayın 3 tarixində Gülüstan Sarayında hökumət nümayəndələri üçün və geniş tibbi ictimaiyyət üçün tibbi rəqəmsal əkiz sisteminin təqdimatı keçirilmişdir. Bildiyiniz kimi rəqəmsal texnologiyalar, süni intellekt demək olar ki, bugün bütün peşə sahiblərinin həyatını tam dəyişib və ümumiyyətcə bütün bu landşaftın ayrılmaz hissəsi olan səhiyyə də həmən rəqəmsallaşma prosesinin aktiv iştirakçısıdır. Rəqəmsallaşma tək texniki tətbiqlərin hansısa bir proqram təminatlarının tətbiqi ilə bağlı deyil. Bu, yeni bir səhiyyə mədəniyyəti deməkdir. Və bu baxımdan tibbi rəqəmsal əkiz sisteminin tətbiqi ölkəmizi dünyanın 20 qabaqcıl ölkənin sıralarına çıxartdı və istifadə olunan məlumat mübadilə standartlarının tətbiqinə görə ilk 10-luğa çıxarıb. Tibbi rəqəmsal əkiz sistemi nə deməkdir? Bu bir vahid rəqəmsal platformadır. O platformadır ki, hər bir vətəndaşın dünyaya göz açdığı ilk andan və son nəfəsinə qədər toplanan bütün tibbi məlumatların özündə ehtiva edən bir məkandır. Eyni zamanda tək məlumatlar deyil, eyni zamanda həmən platforma bir tibb xidmətləri platformasıdır. Yəni, bura həkimin qəbuluna yazılmadır, dərman qəbulunun yaddaşıdır, yada salma mexanizmləridir, teletip sistemləridir və hətta müəyyən qədər hər bir valideynin öz övladının səhhəti ilə bağlı müşahidə etmək imkanları verən bir platformadır. Biz bu platformanın inkişafında əsasən 3 qrup istifadəçisini görürük. Birinci qrup təbii ki, vətəndaşlarımızdır və müraciət etdikləri məkandan asılı olmayaraq, əldə etdikləri tibbi məlumatın bir məkanda toplanaraq, hətta xaricə belə gedəndə həmən tətbiqlə, həmin platformadan istifadə edərək dünyanın istənilən ölkəsində həmkarlarımıza təqdim edərək öz səhhəti ilə bağlı məsləhət ala biləcəklər. Digər tərəfdən isə tibb işçiləridir. Onlar üçün də istənilən qəbula gələn vətəndaşın səhhəti ilə bağlı durumu düzgün, obyektiv və tam şəkildə qiymətləndirmə imkanı olacaq. Və üçüncü, hökumət nümayəndələridir ki, həmən bu toplandığı məlumat əsasında strateji qərar vermək imkanları genişlənir. Əhalinin artıq yoluxucu və qeyri-yoluxucu xəstəliklərin gələcəkdə inkişafı ilə bağlı, yayılması ilə bağlı, əhalimizin arasında müəyyən xəstəliklərin
daha qabarı şəkildə olub-olmaması ilə bağlı və buna müvafiq atılacaq ciddi strateji qərarların qəbul olunmasında mühüm rol oynayacaq. Və ona görə də tibbi rəqəmsal əkiz sisteminə hər bir vətəndaşı aktiv şəkildə qoşularaq yaralanmağa dəvət edilir. Artıq tam tətbiqdən söhbət gedir. Bəli. Növbəti və kifayət qədər vacib bir mövzu Qarabağın və Şərqi Zəngəzurun hərtərəfli bərpasıdır. Oradakı iqtisadi fəaliyyət, əhalinin rahat yaşanması və s. və s. Bu nöqteyi nəzərdən işğaldan azad edilmiş torpaqlarda tibbi xidmətin təşkili baxımından hansı addımlar görülür? Bu çox vacib bir məsələdir. Müzəffər Ali Baş Komandan və rəşadətli ordumuz azad etmiş ərazilərdə bilirsiniz ki, öz vətənlərinə, öz torpaqlarına qayıdan soydaşlarımız üçün faktiki olaraq tam sıfırdan yenidən salan yaşayış məntəqələri, şəhərlər, kəndlər və böyük bərpa və yenidən qurma işlərin ayrılmaz bir hissəsi həmən azad olmuş ərazilərdə səhiyyə sisteminin qurulmasıdır. Səhiyyə sistemi dedikdə biz ilkin səhiyyə xidmətlərindən başlayaraq ikinci səviyyəli xəstəxanaların tikilməsindən danışırıq. İlkin səhiyyə xidmətləri təbii ki, kənd tibb məntəqələridir, həkim tibb məntəqələridir, ailə sağlamlıq mərkəzləridir və rayon mərkəzi xəstəxanalardır. Səhiyyə Nazirliyində öhdəliyinə düşən məhz 8 rayon mərkəzi xəstəxananın tikilməsidir, 10 xüsusi ixtisaslaşmış tibb mərkəzlərin tikilməsidir və həmən mərkəzlərin tikilərək Tibbi Ərazi Bölmələr İdarəetmə Birliyinə təhvil verilərək əhalimizin xidmətini təqdim etməkdir. İlk layihəmiz məhz Şuşada baş tutdu. Bilirsiniz ki, Şuşada Şuşa Müalicə Sağlamlıq Mərkəzi tikildi və istifadəyə verildi. Unikal bir mərkəzdir, ona görə ki, onun toplam çarpayı fondu 90-dırsa, onun 50-si ümumi təyinatlı xəstəxana çarpayı fondudur. Bura cərrahiyyə, doğum şöbəsidir, uşaq şöbəsidir. Digər tərəfdən isə sanator kurort xidməti də həmən mərkəzdə göstəriləcək. Bunun üçün də ayrıca 40 çarpayı ayrılıb. Hələ Sovet dönəmində bilirsiniz ki, Şuşada məşhur Tuş Su Sanatoriyası fəaliyyət göstərirdi və insanların ora gedib öz şəfalarını tapma bir ocağına çevrilmişdi. Belə qərar oldu ki, məhz Şuşa Müalicə Sağlamlıq Mərkəzində də bu kimi xidmətlər əhalimizə təqdim olunsun, əlçatanlığı təmin edilsin və məşhur Tuş Sunun şəfa verici xüsusiyyətlərini istifadə edərək əhalimizin xidmətinə verilsin. Hal-hazırda xəstəxana fəaliyyətə başlayıb, inanırıq ki, qısa müddətdə tam gücü ilə çalışacaqdır. Teymur müəllim, növbəti sualı ünvanlamaq istəyirəm. Orqan donorluğu və transplantasiya. Bu, həyatı xilas edən bir humanitar missiyadır. Mən istərdim sizin müşahidələrinizi eşidək. Ümumiyyətlə, Azərbaycanda bu məsələyə əhalinin yanaşması necədir? Bunun təşviqi hansı istiqamətdə gedir və nəticələr varmı? Statistikaya nəzər salaq və ümumiyyətlə, real ehtiyac və donor sayı. Burada balans tənzimlənir. Ümumiyyətlə, necədir vəziyyət? Möhtərəm cənab Prezident tərəfindən imzalanmış fərmana əsasən 8 dekabr 2020-ci il tarixli fərmanı nəzərdə tuturuq. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tabeliyində orqan donorluğu və transplantasiya üzrə koordinasiya mərkəzi yaradıldı. Bu institusional qurum ölkəmizdə orqan donorluğunun və transplantasiya xidmətinin təşkili ilə məşğul olan bir qurumdur. Xüsusilə qeyd eləmək istəyirəm ki, belə qurumun olması Azərbaycanda bu xidmətin tam şəffaf şəkildə həyata keçirilməsinə imkan verir və ilk yarandığı andan bu qurum bu xidməti yaratmaq üçün bir sıra ciddi tədbirlər həyata keçirilib. Öncədən 10-a yaxın dövlət reyestri hazırlanıb istifadəyə verildi. Bunlardan bəzilərini sadalamaq istəyərdim. Könüllü donor olmaq istəyən şəxslərin reyestri, orqan donorluğu və transplantasiya ilə məşğul olan tibb müəssisələrin reyestri, həmin müəssisələrdə çalışan mütəxəssislərin reyestri, həmən prosesləri tənzimləyən koordinatorların reyestrləri
Bütün bu alt sistemlər bu günə Azərbaycanda həmən xidmətin əlçatanlığı təmin bir alt sistemdir. Orqan donorluğu ölkəmizdə şəffaf şəkildə, açıq şəkildə qurulub, təşkil olunub. Səhiyyə Nazirliyinin yanında ictimai əsaslarla etik komissiya fəaliyyət göstərir. Hər bir orqana ehtiyacı olan resipient, yəni pasiyent və donor həmin komissiyadan keçərək bu prosesin şəffaf və qanunvericiliyə uyğun olduğunu sübuta yetiriləndən sonra həmin əməliyyatlar bizim mütəxəssislər tərəfindən icra edilir. Aparılmış təbliğat kampaniyasına nəticəsi olaraq bu günə Azərbaycanda 1700 nəfərə yaxın insan könüllü donor olmaq istəyini rəsmi olaraq bildirib və qeydiyyatdan keçib. Bu yəqin artan dinamikadır, yəqin. Bəli, növbəti illərlə müqayisədə. Artan dinamikadır və həqiqətən də vətəndaşlarımızın, cəmiyyətimizin bu prosesə aktiv şəkildə və düşünülmüş bir şəkildə qoşulması bizi çox sevindirir. Nə baş verdi ki, əhalidə bununla bağlı maariflənmə, yəni təsir, effekt verə bildi? Qeyd etdiyiniz həmən koordinasiya mərkəzinin əsas fəaliyyət növü də məhz həmən maarifləndirmə tədbirlərinin həyata keçirilməsidir və maarifləndirmə tədbirləri yalnız Bakı şəhərində deyil. Demək olar ki, ölkəmizin bütün bölgələrində baş tutur. Əsasən məktəblərdə, universitetlərdə, kolleclərdə həyata keçirilir və biz yeni nəslin düşüncə tərzini formalaşdırmaq istəyirik. Həqiqətən də insan ölümündən sonra orqanı bəxş eləyə bilirsə, kiminsə həyatını uzada bilirsə, bundan gözəl bir missiya ola bilməz. Bu günə 2025-ci ilin statistikasını desəm daha düzgün olar. Bu il hələ bitməyib. Aydındır. Toplam 352 orqan transplantasiyası baş tutub. Onlardan 111-i gözün buynuzlu qişanın transplantasiyasıdır. Onlardan 24-ü ölü donordandır. 104 böyrək transplantasiyası baş tutub, onlardan 17-si meyit donordandır. 58 qaraciyər transplantasiyası, onlardan 10-u ölü donordandır və bu günə artıq 3 ürək transplantasiyası baş tutub. Eyni zamanda 77 sümük iliyi transplantasiyası baş tutubsa, onlardan 36-sı məhz Azərbaycanda, 41-i isə müxtəlif dövlət proqramları çərçivəsində Türkiyə Respublikasında həyata keçirilib. Ümumiyyətcə, Azərbaycan bu sahədə regional liderdir. Bizim mütəxəssislərimiz artıq bunu tam sübuta yetiriblər. Bir çox ilklərə məhz Azərbaycanda imza atılıb. Bunlardan ölü donordan böyrək transplantasiyasıdır, qaraciyər transplantasiyasıdır və əsas ümumiyyətcə hər bir həkim üçün, tibblə məşğul olan mütəxəssis üçün ürək transplantasiyası. Üçü artıq Azərbaycanda həyata keçirilib və biz bu sahədə regional liderik. Ümumiyyətcə, bu əməliyyatların baş tutması və bunun zirvəsi olaraq məhz ürək transplantasiyasını qeyd eləyəcəm. Ona görə ki, cəmiyyətdə bu fərqli bir qəbul olunan bir prosesdir. Onu göstərir ki, cəmiyyətimiz artıq bu yeniliklərə açıqdır. Vətəndaşlarımız bunu düzgün dərk edib qəbul edirlər və biz dəfələrlə terminal durumda olan insanların, yaxınlarının belə bu prosesə dəstək olmasının şahidi olmuşuq. Bir tərəfdən kədərdir təbii, digər tərəfdən isə sevincdir ona görə ki, insanlar öz orqanları bəxş edirlərsə, bu fərqli bir missiyadır, insani missiyadır. İnanırıq ki, belə halların sayı artmaqda olacaq. Eyni zamanda bilirsiniz ki, tək donorların üzərində deyil, müasir texnologiyalarda süni orqanların kəşfi ilə məşğuldur. Artıq bəziləri sınaqlardan keçirilir, müvəqqəti də olsa. İnanırıq ki, yaxın dövrdə bu sahədə də kifayət qədər ciddi bir sıçrayış olacaqdır ki, bizim də əhalimiz ondan bəhrələnə biləcək. Ümumiyyətlə, orqan transplantasiyasında effektivlik faizi nə qədər olur? Hal-hazırda çox yüksəkdir. Müasir dərman vasitələri orqanların düzgün seçilib köçürülməyindən sonra insanlar uzun
sürə yaşaya bilirlər. Burada 10 illiklərdən artıq danışırıq. Eyni zamanda xüsusilə vurğulamaq istəyirəm ki, akademik Zərifə Əliyev adına Milli Oftalmologiya Mərkəzində regionda ilk göz bankı yaradılıb ki, orada da həmən ölü donorlardan əldə olunmuş buynuzlu qişalar qəbul olunur, onlar qiymətləndirilir, emal olunur və sonra vətəndaşlarımıza kimə ki ehtiyacı var köçürülür. Yəni bu proses sürətlənir, infrastruktur tam hazır vəziyyətdədir. Ona görə də belə mürəkkəb, institusional dəstək tələb edən əməliyyatlara, müalicə üsullara əlçatanlıq ciddi şəkildə artıb. Nazirliyin vəzifələrindən biri də tabeliyində olan tibb müəssisələri vasitəsilə əhaliyə tibbi yardımın göstərilməsidir. Bu sahədə proses necə gedir, bu sahədə vəziyyət necədir və bizi hər hansı bir yeniliklər gözləyirmi? Bir sıra yeniliklərə imza atılıb. Necə deyərlər, öncə Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində yenidən qurulmuş və əhalimizin xidmətinə təqdim edilmiş plastik, rekonstruktiv və üst çənə cərrahiyyəsi şöbəsidir. Digər tərəfdən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun plastik, estetik və rekonstruktiv cərrahiyyə klinikasıdır. Əsaslı təmir olundu. Ən müasir, yəni avadanlıqlarla təchiz olunub və artıq fəaliyyətə başlayıb. Həmən klinikada deyərdim, çox ciddi rekonstruktiv əməliyyatlar həyata keçirilir. Yanıqlardan sonra və böyük, iri həcmli əməliyyatlardan sonra tələb olunan rekonstruktiv əməliyyatlar məhz o mərkəzdə olunur. İlk qeyd etdiyim Elmi Cərrahiyyə Mərkəzində qurulmuş şöbədə isə üst çənə cərrahiyyədə regional bir sıra ilklərə imza atılıb, böyük rekonstruktiv üzdə, çənədə əməliyyatlar icra olunub. Biz bu iki mərkəzi yaradaraq onları məhz kliniki baza kimi düşündük ki, bizim rezidentlərimiz layiqli şəraitdə bu ixtisaslar üzrə öz hazırlıqlarını keçə bilsinlər. Digər məqam Elmi Tədqiqat Kardiologiya İnstitutunda invaziv kardiologiya və kardiocərrahiyyə şöbəsinin açılmasıdır. Həmən institutda davamlı olaraq digər müasirləşdirmə və prosesləri gedir, yeni avadanlıqlar alınır, quraşdırılır. İnanıram ki, bu yaxınlarda yeni bir ilkə də imza atacağıq. Onu da sizə deyərik, xəbəriniz olacaq. Açılışa da dəvət edəcəyik. Digər məsələ dünyada aktiv şəkildə tətbiq olunmağa başlayan və bir sıra ağır xəstəliklərin müalicəsində əvəzsiz bir müalicə üsulu kimi qəbul olunan hüceyrə terapiyası. Bunu bizim Çinli həmkarlarımızla birgə Azərbaycanda hal-hazırda həmin mərkəzi qururuq və inanırıq ki, yerli mütəxəssislərimiz də çox sevindirici haldır ki, xaricdə oxuyub ölkəmizə dönən həmvətənlərimiz var. Onlar nəinki adi bir həkimlər kimi, əksəriyyətinin elmi dərəcələri də var. Hüceyrə terapiyası sahəsində lazımi infrastruktur qurulmaqdadır və işə salındıqdan sonra elə şəkərli diabet, uşaq serebral iflici və dağınıqlı skleroz kimi xəstəlikləri olan insanlar üçün bir ümid yeri yaradılacaq. Düşünürəm ki, biz bu baxımdan regional ilkə də imza atacağıq. Bir məsələyə də toxunmaq istəyirdim və biz transplantologiyadan danışanda bir məqam fikrimdən çıxdı. Özümə borc bilirəm onu deyim. Azərbaycan beynəlxalq müstəvidə də transplantologiya üzrə bir təşəbbüsü var idi. Bunu Türk Dövlətləri Təşkilatı, üzv ölkələr və müşahidəçi qismində iştirak edən ölkələrin arasında Türk Transplant adlanan vahid informasiya platformasının qurulması idi. 2023-cü ildə bu ilk təşəbbüs irəli sürüldü Azərbaycan tərəfindən, bütün qardaş ölkələr tərəfindən bu çox müsbət qarşılandı. Platformanın işə salınması, onun beynəlxalq hüquq və normalara uyğun fəaliyyət göstərməsi və transsərhəd məlumat mübadiləsinin düzgün təşkilinə dair əsas addımlar atılıb. Üzv və müşahidəçi qismində iştirak edən ölkələrin toplam əhalisi
170 milyonu aşır. Yəni ilkin mərhələdə bu məhz kök hüceyrə transplantasiya üçün hamı deyir onu, amma biz onu daha çox sümük iliyi transplantasiyasına ehtiyacı olan resipiyentlərin və mümkün donorların vahid reyestrin formalaşmasını düşünürük. İlk mübadilələr başlayandan sonra solid orqanlarda ilk mərhələdə çarpaz transplantasiya nəzərdə tutulur. Yəni bu baxımdan düşünürəm ki, qardaş ölkələri həqiqətən də qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində həm də səhiyyə müstəsna sahəsində rolu olacaq, bəli. Dediyiniz bu hüceyrə terapiyası mərkəzi, onun fəaliyyətə başlanması təxminən nə vaxta gözlənilir? Bir yarım ildən tez olmayacaq. Orada müəyyən addımlar atılmalıdır. Pilot kimi ola bilir. Əsaslı yanaşma tələb edir. Yəni burada yalnız texniki infrastrukturun olub-olmaması deyil. Burada çalışan insanların vahid standartların üzərindən fəaliyyət göstərməsidir. Yəni hər bir yeni üsulu güvənli əllərlə təqdim eləmək lazımdır ki, insanların inamı da olsun, böyüsün və həqiqətən də müsbət nəticələri görək. Teymur müəllim, müalicə üsullarının effektivliyindən də az əvvəl toxundunuz. Ümumiyyətlə, Səhiyyə Naziri olaraq siz ənənəvi təbabətə yanaşmanız necədir və bir ixtisaslı tibb mütəxəssisi kimi buna ehtiyatla yanaşırsınız, yoxsa bunu tibb elminin ayrılmaz tərkib hissəsi hesab edirsiniz? Ənənəvi tibb deyəndə, ənənəvi tibbin min illərlə tarixi var. Mən anlayıram sizin sualınız sübuta əsaslanan tibblə əlaqələndirirsiniz bunu. Son 10 il ərzində ümumiyyətcə tibbdə belə bir integrativ tibb adlanan yanaşma var. Ondan sonra funksional tibb dedilər, amma integrativ tibb anlayışı çox vacib bir anlayışdır. Onun indi açıqlamasını verəcəm. Bu gündəlik tibbi praktikada fərqli bir mədəniyyətin göstəricisidir. Keçmişi inkar, hər hansı bir üsulu inkar etmək yox, onun sübuta əsaslanmış şəkildə tətbiqindən danışmaq lazımdır. Ənənəvi tibb gələndə bəziləri türkəçarədən danışır. Mən buna şərh verməyəcəm, bu ayrı məsələdir. Ənənəvi tibb dedikdə ənənəvi Çin təbabəti özünü tam sübuta yetirilmiş və bir sıra xəstəliklərdə və xəstəliklərdən öncəki mərhələdə effektivliyini sübuta yetirmiş bir üsuldur, tibbi yanaşmasıdır. Digər ənənəvi Koreya tibbidir və ənənəvi Şərq təbabətidir. Azərbaycan da onun bir ayrılmaz hissəsidir. Xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycanın tibb məktəbi bu məsələlərdə həmişə çox açıq olub və bu sevindirici bir haldır. Səhiyyə Nazirliyi olaraq bu istiqamətdə bir qədər irəlilədik və Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nəzdində Çin Xalq Respublikasının Pekin ənənəvi Çin təbabəti universiteti ilə birgə ənənəvi Çin təbabəti diplom kursu hal-hazırda hazırlıq mərhələsindədir. Həmin kursun təşkili kurs ingilis dilində olacaq və nəinki Azərbaycanlı həkimlər üçün onun qapısı region və beynəlxalq səviyyədə gələn xarici həkimlərimiz üçün də açıqdır. Müddəti 1 il və 2 illik ola bilir. Eyni yanaşma ənənəvi Koreya tibbi ilə bağlıdır. Hal-hazırda aidiyyatı Koreyanın rəsmi qurumları ilə danışıqlar aparılır və qısa müddətdə bu proqram da Azərbaycanda tətbiq olunacaq. Düşünürəm ki, Azərbaycanda fəaliyyət göstərən və bu sahəyə maraqlı olan ailə həkimləri, baza tibb təhsili olan insanlar, istənilən tibb ixtisası daşıyıcılar üçün maraqlı olan bu kurslar onların gündəlik praktikasında tətbiq elədiyi metodları daha da zənginləşdirəcək, onların azadlıq seçimini genişləndirəcək və bizim vətəndaşlar üçün də fərqli imkanlar yaradacaq. Yəni müxtəlif üsulların tətbiqi ilə bağlı.
Bu daha çox reabilitasiya, xroniki xəstəliklər, xroniki ağrılar, yəni bu istiqamətdə daha çox və geniş deyərdim və effektiv tətbiq olunan müalicə üsullarıdır. Fitoterapiya da bura daxildir. Yəni müalicəvi otlarla müalicə metodlarıdır. Bu kompleks yanaşmadır. Bunu inkar eləmək düzgün də deyil. Özdə əhalinin buna meyilliyi də var, marağı da var. Azından ziyan gətirməsin deyə. Amma bu metodların tətbiqi ilə məhz tibbi diplomu olan insanlar məşğul olmalıdır. Tibb təhsilini alıb, istənilən tibb ixtisasına yiyələnib, bu da bir onun fəaliyyətini gücləndirən bir amillərdən biri olsun. Bizim öz mütəxəssislərimiz də var Azərbaycanda. Müəyyən bir məktəb formalaşıb. İstər özəl sektorda, istər dövlət sektorda və düşünürük ki, onların da bu prosesə cəlb edilməsi bizim yerli, ənənəvi tibb məktəbinin yeni müstəviyə qaldırılmasına imkan verəcək. Qeyd etdiniz ki, qeyri-ənənəvi təbabət artıq bir trendə çevrilib. Başqa bir trend də var. Son illərdə sosial şəbəkələrdə, internet məkanında, əminəm ki, televiziyalarda da, ümumiyyətlə informasiya məkanında sağlam həyat tərzi çox populyar bir mövzuya çevrilib və bu doğrudan da son illərin bəlkə də ən populyar trendlərindən biridir. Səhiyyə Nazirliyi bu trendə dolayısıyla olsa da qoşulubmu? Bu məncə bir imkanlar yarada bilir Səhiyyə Nazirliyi üçün. Bu sağlam həyat tərzinin populyarlaşdırılması, təşviqi və əhali arasında daha sağlam həyat yaşamaq naminə hansısa Nazirlik tərəfindən hansısa təbliğat və ya başqa bir tədbirlər həyata keçirilirmi? Düz deyirsiniz, nəinki qoşulub, bu birbaşa bizim vəzifə borcumuzdur. Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyasının ayrılmaz bir hissəsidir və bu fəaliyyət birbaşa Səhiyyə Nazirliyinə tapşırılıb. Əhalinin sağlam həyat tərzinin təmin edilməsi ilə bağlı. Məhz buna görə də Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Sağlam Radio 93 FM hamınızın tanıdığınız bir radio ilə sıx əməkdaşlığı nəticəsində bu proses fərqli bir səviyyə qalxdı. Belə ki, radionun ilk efiri 2024-cü ilin 3 iyun tarixində baş tutub. O vaxtdan mütəmadi olaraq hər həftənin 5 günü efirə çıxır. Gündəlik 2 əsaslı bir veriliş var. Biri Sağlam Səhərdir, 8-10 arası. O birisi Sağlam Həyat 6-8 arası axşamlardır. Və hər saatın sonunda Sağlam Xəbər rubrikası çıxır efirə. İnanıram ki, izləyicilərimiz, dinləyicilərimiz çoxdur. Həmən rubrikalarda bizim həkim ekspert mütəxəssislərimiz və elmi tədqiqat institutlarının aparıcı həkimləri, hətta rəhbərləri də iştirak edirlər. Və biz bu proqramlar çərçivəsində əhaliyə sağlam həyat tərzi barədə düzgün, elmi əsaslı məlumatlar çatdırırıq. Bilirsiniz ki, müasir medianın inkişafı çox vüsət alıb, yəni ona görə də istənilən insan bildi, bilmədi, geniş bir auditoriya sahib dura bilir və bu auditoriya ona inanırsa, onun verdiyi, çatdırdığı məlumatın düzgün olub-olmamasının məsuliyyətini dərk etmək lazımdır. Ona görə də Sağlam Radio məhz bu baxımından yalnız peşəkar, öz işini bilən, öz fəaliyyətini uzun illərcə məhz bu sahəyə həsr etmiş ekspertləri dəvət edir və onların dilindən çıxan, səsləndirilən məlumat elmi əsaslı məlumatdır. İstər sağlam həyat tərzi deyəndə sağlam qidalanmadır, fiziki aktivlikdir, bədən tərbiyəsidir, adi gündəlik gigiyenik prosedurların necə aparılıb-aparılmamasıdır və s. və ilaxır. Bunlar hamısı elmi əsaslı şəkildə əhalimizə çatdırılmalıdır. Xüsusilə vurğulamaq istəyirəm ki, həmin radioda reklam vaxtı heç bir dərman vasitəsi, tibbi xidmət və ya tibb mərkəzinin reklamı verilmir, aparılmır, qadağadır. Bu sırf sağlam həyat tərzinin təbliği ilə məşğul olan
verilişlərdir. Artıq 2 ildir fəaliyyət göstərir. Geniş dinləyici auditoriyası var. 1 ili tamamlığında şəxsən özüm də qonaqları oldum. Oradakı yaşanan həyəcan, maraq hamısının şahidi oldum. Düşünürəm ki, bundan sonra da radionun əhalimizə çatdırılan və radio ölkəmizin bütün bölgələrində səsləndirilir. Çatdırılan məlumatlar sonda əhalimizin öz sağlamlığına daha yaxından, daha ciddi, daha məsuliyyətli yanaşmaqlarını müşahidə eləyəcəyik. İnsan ona verilən sağlamlığı ən böyük sərvət kimi qəbul eləməlidir və bunu qoruyub inkişaf etdirmək lazımdır. Yəni, o baxımdan təbii ki, Səhiyyə Nazirliyi, tibb müəssisələri, həkimlərimiz, tibb işçilərimiz öz missiyalarını yerinə yetirirlər. O, müzakirə predmeti deyil. Amma hər bir vətəndaş ilk öncə özü, öz sağlamlığına sahib durmalıdır. Səhiyyənin bugünündən danışırıq, amma gələcəyindən də danışmaq vacibdir. Çünki rəqəmsallaşma o qədər çevik dəyişikliklər tələb edir ki, biz bütün sahələrdə olduğu kimi səhiyyənin də gələcəyindən danışmaya bilmərik. Robotik cərrahiyyə, distant tibbi xidmətlər, süni intellekt, rəqəmsallaşma tezliklə səhiyyəyə bu yenilikləri gətirəcək. Siz ümumiyyətlə Səhiyyə Naziri olaraq bu gələcəyi necə görürsünüz və Azərbaycanın milli səhiyyə sisteminin bu yeniliklərə hazırlığını necə dəyərləndirirsiniz? Tibbi rəqəmsal əkiz sisteminin ayrılmaz bir hissəsi hər bir vətəndaş üçün orada süni intellektlə dəstəklənmiş chatbox deyilir və ya sual-sorğu bir məkanı var orada. Öz simptomlarını, şikayətlərini ora təqdim etməklə düzgün istiqamətləndirilməsi təmin ediləcək bir platformadır. Təbii ki, bugün gördüyümüz, şahidi olduğumuz o rəqəmsallaşma prosesidir. Yeni tibbi texnologiyaların tətbiqidir. Qeyd etdiyiniz robotik cərrahiyyə Azərbaycanda, regionda ilk dəfə Milli Onkologiya Mərkəzində icra olundu və həmən əməliyyat bizim cərrahlarımız burada ola-ola, onların həmkarları Çində ola-ola da icra olundu. Yəni, bu səhiyyənin, tibb xidmətlərinin yeni səhifəsidir. Və bu yeni səhiyyə uyğun yeni tibb işçiləri yetişdirilməlidir. Və bu baxımdan respublikamızda fəaliyyət göstərən istər tibb kollecləridir, istər tibb universitetləridir və universitetlərin tibb fakültələridir, bunların müstəsna rolu var və olacaqdır. Tibb işçisi sabah necə olacaq, kim olacaq demək o qədər asan deyil. Sadəcə o dəyişikliklərə açıq və hazır olan bir insan olmalıdır. Ona görə də qeyd etdiyim bütün müəssisələrdə tibbdə tətbiq olunan IT texnologiyalarla yanaşı əsaslı IT biliklərə yiyələnmək şəraiti yaradılır. Digər tərəfdən isə tətbiqi elm ocaqları, laboratoriyaları formalaşdırmaq lazımdır ki, tətbiqi elmdə tədris prosesi ilə inteqrasiya nəticəsində yeniliyə tam açıq olan mütəxəssislər yetişdirilir. Düşünürəm ki, hansı səviyyədə bu olmalıdır? Yalnız kafedralarda və universitetlərin hansısa elmi tədqiqat laboratoriyalarında deyil, biz bunu beynəlxalq əməkdaşlıq şəkildə etməliyik. Ona görə də Səhiyyə Nazirliyi davamlı olaraq bizim yerli tibb məktəblərimizin qabaqcıl tibb elmi ocaqları ilə birbaşa əlaqələndirməyə çalışır. Yəni, ikili proqramlardır, ikili elmi tədqiqatlardır. Digər məsələ isə süni intellektlə bağlıdır. Bəli, süni intellekt mükəmməlləşməyə doğru gedən bir alətdir. Və bu aləti düzgün istifadəsi əhaliyə göstərilən tibb xidmətinin keyfiyyətini, sağlamlığın qorunması naminə tətbiq olunan müalicə üsullarının və digər tədbirlərin güvənli və təhlükəsiz olduğunu təmin edən bir alətdir.
eyni zamanda bizdən böyük məsuliyyət tələb edən bir alətdir. Ona görə ki, hər birimiz insan faktorunu inkar eləməməliyik. Bunu düşünürəm ki, insan təması, hər bir insanın insana etibar etmək bir daxilində olan bir inamı var. Həm də ehtiyacı. Bəli, ehtiyacı da var. Nə vaxtsa ola bilsin ki, süni intellekt o səviyyədə olacaq ki, onun davranışları artıq ciddi şəkildə hüquqi və etik çərçivələrə salınmalı olacaq. O da qaçılmazdır və bu baxımdan bugün müzakirə etdiyimiz sahə bəlkə də ən birinci, ola bilsin digər tərəfi də elə təhsildir. Bu iki sahə məcburi şəkildə bu məsələyə çox ciddi şəkildə yanaşmalıdır. Hər bir ölkənin öz mədəniyyəti var, irsi var, adət-ənənəsi var, etik davranış normaları var. Onların bir xüsusiyyətləri var. Mən demirəm ki, biz dəyişmirik. Qloballaşma gedir, aydındır. Amma bu xüsusiyyətləri də qorumaq lazımdır. Tibb xidmətlərinə gəldikdə isə, yenə deyirəm, unikal bir alətdir. Düzgün tətbiqində düşünürəm ki, misilsiz bir imkanlar açır və biz buna açıq olmalıyıq. Çox təşəkkür edirik. Əlavəniz varsa, həmkarımın əlavə sualı varsa. Mən sizə təşəkkür edirəm. Hər birinizə möhkəm can sağlığı. Sağ olun. Təşəkkür edirik. Minnətdarıq. Dəyərli tamaşaçılar, bir daha xatırladıram. Bugün Azərbaycan Televiziyası Hədəf proqramının və Trend Beynəlxalq İnformasiya Agentliyinin suallarını Azərbaycan Respublikası Səhiyyə Naziri Teymur Musayev cavablandırdı. Diqqətinizə görə minnətdarıq. Salamat qalın.